salam. Axşamınız xeyir olsun. Günün əsas xəbərlərindən biri də Fransa prezidenti Emmanuel Macronun Azərbaycan prezidentinə etdiyi telefon zəngidir. Bu telefon zəngində Fransa prezidenti İranın Azərbaycana hava hücumu ilə əlaqədar ölkəsinin Azərbaycanla həmrəyliyini və dəstəyini ifadə edib və telefon söhbəti əsnasında Prezident İlham Əliyev də Cənubi Qafqaz regionunda sülhün möhkəmləndirilməsi, Azərbaycan-Fransa ikitərəfli münasibətlərin yenidən canlandırılması ilə bağlı fikir mübadiləsi aparılıb və bununla bağlı Azərbaycan prezidenti real vəziyyəti də qiymətləndiribdir. Əslində, Azərbaycana çox ciddi beynəlxalq dəstək gəldi və bu dəstəyin də elə təsiri ilə müxtəlif səviyyəli İran rəsmiləri, Prezident Pezeşkiyan da açıq ölkə adı çəkməsindən ümumi üzr istədi. Əslində, dünən axşam verilən müsahibədə də Ali Dini Şuranın təhlükəsizlik katibi əslində Azərbaycana hədəf almadıqlarını dedi, amma bir çox məqamlarda burada İsrailin əlinin olduğunu dedi. Biraz öncə də Xarici İşlər Nazirinin verdiyi müsahibədə Pezeşkiyanın əslində nə demək istədiyini və qonşu ölkələrin niyə zərər çəkdiyini izahı kontekstində vəziyyəti ümumiyyətlə ifadə elədi. Məhəmməd müəllim, situasiya necədir? Trump dünən söylədi ki, bugün üçün İrana dəhşət yaşadacaq. Heç bir dəhşət yaşanmadı. Adi bombardıman biraz da ola bilər intensivlik, neft bazası və s. istiqamətində olsun, bundan o yana gedə bilmədi. İndi Sepah deydi ki, mən dəhşət yaşadacağım. Bu dəhşəti yaşatmaq dedikdə... Artıq fevralın 28-dən bu müharibə başlayıb. Bu hərbi əməliyyat deyil, İsrail, İran və ABŞ üç tərəfli müharibədir və bu müharibədə hələ ki qalib tərəf yoxdur. Tərəflər bir-birinə raket atışı, bomba yaxşı həyata keçirirlər və hər gündə Donald Trump, həmçinin Sepah rəsmiləri də çıxır, deyir ki, biz hər gecə Trump deyir ki, İrana dəyişər, Sepah deyir ki, regiona İsrailə dəyişər. Amma həqiqətən də bu günləri Tehranın demək olar ki, neft bazaları, neft ambarları da vurulur. Artıq kadrlardan da biz gördük ki, Tehran qara tüstü bürüyüb və bu da ekoloji fəlakətdir. Bu gördüyünüz Sepahın qərargahıdır, bombardıman olundu. Sepah bəyanatından təxminən yarım saat sonra. Müəllim, artıq tərəflər mülki obyektləri vurmağa başlayıblar. Yəni, İran İsraildəki nüvə obyektini bir tərəfdən və digər mülki obyektləri, xəttxananı İran vurur İsraildə. Həmçinin İsrail də qarşılıqlı olaraq İrandakı hüquq hövzələri və digər mülki obyektləri vuracaq. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları, amma Amerika Birləşmiş Ştatları və İsrail əgər İrandakı mülki obyektləri hədəf seçərsə, konkret olaraq bu onların əleyhinə işləyəcək. Çünki bu hərbi əməliyyatları ABŞ və İsrail aparanda hesab edirdilər ki, xalq ayağa qalxacaq və rejimi devirəcək. Hətta Trumpın da bu müstəvidə çağırışları vardı. Amma biz görürük ki, humanitar və mülki obyektlərə İsrail və ABŞ zərbə endirdikcə, demək olar ki, mülki əhali etiraz aksiyalarına, anti-İsrail və anti-ABŞ aksiyalarına qalxır. Təbrizdə də, Tehranda da və digərlərdə də. Yəni, bir də ABŞ və İsrail bir çox məsələləri düşünürəm ki, sosial istiqamətdə, xalqın ideoloji və ictimai fikirdə müəyyən qədər ola bilər ki, hesablamalarda səhv aparıblar. İndi İrana qarşı desant, xüsusi təyinatların göndərilməsi də artıq müzakirə obyektidir. Bilirsiniz, artıq Şimali İraqda Kürdlərin İrana müdaxiləsi artıq bu müstəvidə razılaşma əldə olunmadı. Bəs cənubdan ərəblərin? Düşünürəm ki, Səudiyyə Ərəbistanı artıq İranla dialoqdadır. Səudiyyə Ərəbistanı demədim. Yəni, İran ərazisində yaşayan ərəblər. Bildim, Xüzistan Əhvazda ərəblərin silahlandırılması. Hazırki prosesdə hələ həmin istiqamətlərə İran öz təhlükəsizlik qüvvələri nəzarət edir. Bunlar yalnız bəludları silahlandıra bilərlər. Daha çox bəludlar bu istiqamətdə daha da aktivdirlər və zaman-zaman da İran təhlükəsizlik qüvvələrini onlar hücumlar da təşkil edirlər. Çox maraqlıdır ki, bəludlar da bu müstəvidə sakitdirlər. Həmçinin Pejak, şimal-qərbi İran tərəfdə
Urmiya istiqamətində Kürd silahlı terror təşkilatı da zaman-zaman İran qüvvələrinə hücumlar edib. Onlar da hələ ki sakitdir və düşünürəm ki, Amerika Birləşmiş Ştatları hələ zərbə nöqtələri həyata keçirəcək və bunlar çalışırlar ki, tamamilə Sepahı bütün infrastrukturun darmadağın eləsinlər. Bilirsiniz, İranda artıq dini rejim gedib, ali dini rəhbər Əli Xamneyinin öldürülməsi ilə. Hazırda İranda dövlət çevriliş baş verib, Sepah prezidenti öz səlahiyyətlərini, hökuməti öz səlahiyyətlərini tamamilə uzaqlaşdırıb, hakimiyyət, tamamilə səlahiyyət Sepahın hərbi xuntanın əlindədir. Bunu Amerikada və İsrail də bilir. Bütün qərarlar da hərbi Sepah verir. Əgər ali dini rəhbər seçsələr, düşünürəm ki, artıq o Əli Xamney kimi də olmayacaq. Sepahın əlində sadəcə olaraq bir fiqur olacaq. Yəni artıq İranda nə dini rejim var, nə kosmetik olaraq ali dini rəhbər də seçsələr də bu həlledici olmayacaq. Artıq prezident də dediyim kimi kənarda bütün qərarları Sepah verir. Təbii ki, Sepah bir çox məsələlərdə Təhlükəsizlik Şurasının rəhbəri Əli Larijani ilə məsləhətləşir. Çünki Əli Larijani kifayət qədər ciddi fiqurdur, onun müəyyən dərəcədə təsir etmə mexanizmi var və Sepah bir növbəti mərhələdə əgər kritik vəziyyət yaranarsa, Larijani xətti ilə də ABŞ-la danışıqlara da gedə bilərlər. Amma hazırda Sepah islahatçılara, prezident və onun komandasına inanmır, prosesi uzaqlaşdırıb. Amma Amerika Birləşmiş Ştatları da çalışır ki, hazırki bu nöqtə əməliyyatları, hazırda indi bəscə zərbələr vurulur, bəsiz də Sepaha tabidir və çalışır ki, islahatçılar qabağa gəlsin, Sepah tamamilə çöksün və prezident onun administrasiyasından Amerika Birləşmiş Ştatları danışıqlara girsin. Məsələn, digər tərəf ondan ibarətdir ki, Amerika prezidenti Donald Trump istəyir ki, bir nəfər, məsələn, prezident çıxsın desin ki, bəli, mən Amerika ilə razılaşıram, neft-qaz yataqlarını birgə işlədirik, nüvə sazişini əməl edəcəm. Trumpa bu lazımdır. Yəni, Trump istəyir ki, bu açıqlama verilsin. Hələ ki, prezident və onun administrasiyasına Sepah mane olur. Sepah da mən sizə deyim, hələ ki müqavimət göstərəcək. Düşünürəm ki, bunların müqavimət gücü martın 25 axırına kimidir. Əgər İsrail və Amerika Birləşmiş Ştatları intensiv bombardman həyata keçirsələr, Sepaha, Bəstə və şaxtalarda raket qurğuları var. O raketləri atırlar. Onların təsbit edilməsi, onları sıradan çıxarsınlar. Mən düşünürəm ki, Sepah tamamilə gücsüz olacaq və islahatçıların mövqeyi daha da güclənəcək. Hazırda ABŞ-ın İranda sistem dəyişməz prioriteti yoxdur. Düzdür, İsrail bunu istəyir bu məsələdə, amma ABŞ istəyir ki, Venezuela kimi bir proses olsun. Bunu Trump da dilə gətirdi. Amma məsələn, digər tərəfi Trump deyir ki, İranda sərhəd dəyişə bilər. Yəni, hansı sərhədləri dəyişə bilər? Kürdlərə muxtariyyət veriləcək. Baxı, Kürdlər Amerika ilə dərs çıxartdılar da bunlar Suriyada YPG məsələsində. Amerika bunları istifadə edir, sonra istədiklərini vermir. Və maraqlı tərəf odur. Bəlluculara bunlar muxtariyyət verəcəklər. Bəllucular da silahlı mübarizədə iştirakçılar. Olsun ərəblər, Əhvazlar, Xüzüstanda. Güney Azərbaycan, Cənubi Azərbaycanda məsələ tamamilə fərqli yöndə inkişaf. Məhəmməd müəllim, burada situasiya məncə indi siz dediklərinizdən bir qədər fərqləndirən məqam nədir? Amerika daxilində narazılıq artıb və Trumpa müxalif olanlar artıq açıq argumentlə, mən yenə deyirəm, keçmiş dövlət katibinin bugünkü açıqlamaları və faktlarla ki, Amerika Birləşmiş Ştatlarının artıq raket arsenalı boşalıb, biz çox ciddi zərbə almışıq. Bu deməyi yəqin ki, elə belə deyil və açıq etiraf edək ki, Çinin dəstək olması ilə bağlı Amerika kəşfiyyatının da müxtəlif hərbi mənbələrində verdiyi məlumat göz önündədir. Rusiyanın açıq adı hallanır, baxmayaraq ki, Trump bütün mümkün vasitələrlə Rusiyanın bu məsələyə kömək etmədiyini deyib kənara qoyur, amma yəni artıq Amerikada bu söylənilir. Yəni situasiya daha bir neçə gün uzanarsa, Amerika daxilində bu ziddiyyət artacaq və Trump bu təzyiqlərə neynəyəcək? Yəni oturub gözləyəsidirmi ki, Sepah nə vaxt zəifləyəcək? Sepahın zəifləməsi heç görünmür. Yeri gəlmişkən bu arada Ukrayna ilə bağlı Avropa İttifaqı onun sürətlənmiş üzv qəbul olunmaq paketini rədd etdi. Onu niyə elədi?
Çox maraqlı bir prosesdir. Deməli, birinci sualdan başlayaq Amerikadakı məsələlərlə bağlı. Təbii ki, Çin və Rusiya çalışır ki, Amerika Birləşmiş Ştatları İran bataqlığına tərəf olur. Hətta onlar həmçinin çalışır ki, Amerika İrana quru qoşunları göndərsin və Vyetnam sindromu yaşansın və bu Çinin Rusiya maraqlarına xidmət edir. Ona görə də Çin və Rusiya kifayət qədər İrana köməklik göstərir. İkincisi, Amerikada demokratlar kifayət qədər Donald Trumpa qarşı kampaniya aparırlar. Kütləvi informasiya vasitələrində, konqresdə. Həmçinin sentyabr payızda Amerikada aralıq seçkiləridir konqresdə və demokratlar bu kimi açıqlamalar verməklə Respublikaçılar və Trumpın reytinginə ciddi zərbə vurmağa və aralıq seçkilərində qalib gəlməyə çalışırlar. Amma təbii ki, bu daxili mübarizədir, daxili böhrandır. Və martın axırına kimi Amerika öz istəyinə nail ola bilməsə, təbii ki, mən bunu həmişə demişəm, bu müharibə İsrail baş naziri Benyamin Netanyahu və Donald Trumpın siyasi fiyaskosuna nəticələnə bilər. Yəni çox ciddi zərbə vurur. Çünki yox, yəni nə olacaq? Siyasi fiyasko olub da nə olacaq? Necə? Tamamilə hakimiyyətdən gedəcəklər. İkisi də. Səs qazana bilməyəcəklər. Əlbəttə ki, seçkilərdə, konqres seçkilərində Donald Trump partiyası, Respublikaçıları udacaq. Həmçinin Benyamin Netanyahu bilirsiniz ki, korrupsiya... Məhəmməd, mən bir dəqiqə, Netanyahuya qədər seçkilər ən yaxşı halda payızda keçirilən seçkilər və konqresmenlərin gəlib parlamentdə oturması və bu prosesin başlaması ilin sonuna, yəni dekabr, hətta yanvar, yəni hələ orada büdcənin təsdiqi məsələsi var, daha önəmli. Yəni, yaxın 9 ay ərzində Trumpa ciddi maniyə yoxdur bu mənada. Yəni, hətta seçkidə uduzsa belə. Udulacaq, amma yəni siyasi fiyaskosu budur ki, onun özü və komandası növbəti seçkilərdə qalib gələ bilməz. Çünki Trump da bilirsiniz ki, Vance və Rubio'nu öz varisi kimi görmək istəyir. Konqresdə Respublikaçılar yenidən... Rubio İranla bağlı nəsə deyib bu günlərdə? Rubio hazırda daha çox o Kuba məsələsindən məşğuldur. Yəni bu məsələni, çünki növbəti mərhələdə Kuba variantı var. Amma Amerikanın ehtiyatlarının tükənməsindən gəlişdirsə, düşünmürəm Amerika Birləşmiş Ştatlarının ehtiyatları tükənir. Çünki bu planlaşdırılmış. Bunu keçmiş dövlət katibi deyir. Yəni kifayət qədər ciddi adamdır və onun deməyi də yəqin nəyisə əsaslanıb deyir. Amma yenə bir də sual verirəm. Niyə ABŞ-nin vitse-prezidenti bu 8 gün ərzində İran mövzusunda heç nə demədi? Mən düşünürəm ki, bu İran mövzusunda heç nə deməməm. Ola bilər ki, o növbəti dəfə varis olan, Trumpın varisidir, mən hesab edirəm. Və o daha da imicini qorumaq istiqamətində İran barədə hələ mövqe ortaya qoymur, danışmır. Düşünürəm ki, bundan irəli gəlir. Həmçinin bilirsiniz, Amerikada vitse-prezidentlərin o qədər siyasi ciddi şəkildə səlahiyyətləri yoxdur. Yox, səlahiyyət oldu, olmadı, amma hər halda biz alışmışıq axı bu vitse-prezident bir çox. Görünür, bu Ağ Evdə razılaşdırılıb, məhz onun etimadı zədələnməsin. Çıxıb kifayət qədər açıqlamalar verəcəksə, təbii ki, Amerika əhalisi də onu müharibə adamı kimi qəbul edəcək və növbəti seçkilərdə bəli, onun seçilməmə şansı daha da üstün olar. Mən belə düşünürəm. Ukrayna məsələsinə gəlişdirsə, Avropa İttifaqının bəli, bu qərarı düşünürəm ki, müharibənin gedişatından asılıdır. Çünki müharibə gedir, vəziyyət kritikdir. Ona görə də tələmtələsi Ukrayna Avropa Birliyinə üz olması düşünürəm ki, nəyi dəyişəcək? Onsuz Avropa İttifaqı kifayət qədər köməklik edir. Düzdür, Macaristan bu məsələlərdə bəzi kredi tranşlarını bulublayır, amma düşünürəm ki, hələ Ukraynanın Avropa İttifaqına da hələ NATO-ya da üzülü tezdir. Yox, mən demirəm tezliyə gecdi, amma indi bax bu ərəfədə belə bir qərarın verilməsi tələm-tələsik niyə olsun ki? Hazırda bilirsiniz, Ukrayna ilə Macaristan arasında da böhran yaşanır və Avropa liderləri arasında da Ukraynanın da bağlı mövqe bir mənalı deyil.
müəyyən qədər fikir. Yox, bunlar aydındır. Mən bu ümumi proses aydındır. Amma bax bugün bu qərarın verilməsi, mən yəni burada hansısa bir məqamları mən axtarmağa çalışıram. Bunu bir qayıdarıq biz bu mövzuya, amma önəmli olan və vacib olan bir məsələ var. Siz dediniz, Sepahı zəiflədənə qədər, Sepahın nə qədər gücü var və nə vaxt zəifləyə bilər? Ümumiyyətlə, zəifləməsi mümkündürmü? Demək olar ki, 9 günə yaxındır ki, müharibə gedir. Sepah demək olar ki, İranın iqtisadiyyatına hərbi arsenalı onun əlindədir, xüsusilə raket və PUA-lar. İranın da gücü hələ ki bundadır. Həmçinin bəsiz vasitəsilə, təhlükəsizlik qüvvələri vasitəsilə ölkəyə hələ ki nəzarət edir. Çünki zəncirvari bir prosesdir. Həmçinin Sepah daxilində də müəyyən sistem qurulub ki, region rəhbərləri, Sepahlar özləri də müstəqil qərar verə bilərlər. Bu sistemdə müəyyən qədər demək olar ki, dövlət içində dövlət yaradır Sepah. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatları məhz Sepahın əlində olan hərbi bazaları, raket sistemlərini və onların öncül liderlərini tamamilə sıradan çıxardan sonra əməliyyat intensiv şəkildə davam edir. Bu ayın axırına kimi bu məsələ həll olmalıdır. Bilirsiniz, Amerika İraqa girəndə 2003-cü ildə martın 20-si əməliyyata başladı. Demək olar ki, aprelin ortasında qalib gələ bildi. Yəni hələ biz 8 gündür, 9-cu günə keçir, müharibə davam edir. Biz Amerikadan bir mənalı şəkildə qalibiyyət gözləyirik. Yox, biz heç nə gözləmirik. Biz sadəcə olaraq statistikaya baxırıq ki, İran bu 8 gündə nə qədər PUA buraxıb, nə qədər raket buraxıb, neçə ölkəni hədəfə alıb və faktik olaraq İsraildən çox Birləşmiş Ərəb Əmirlikləri və Körfəzdə olan digər ərəb ölkələrini vurub. Bu statistika maraqlıdır və üstəlik də Sepah deyir ki, hələ biz indiyənə kimi birinci, ikinci nəsil silahlarımızı istifadə eləmişdik. Qarşıda üçüncü, dördüncü nəsil silahlarımız var ki, onları istifadə eləyəcəyik. Və nə nüvə obyektləri, nə digər balistik raketlərin əsas yerləşdiyi obyektlər vurulmayıbdır. Yəni, hara vurulub ki? Hə? Yox, bilirsiniz, təbii ki, Sepahın əlində hipersonik raketlər var və bu kifayət qədər İsrailə ciddi problemlər yaradır. Həmçinin Körfəz ölkələrində də problemlər yaradır. Bilirsiniz, ola bilər ki, bunun raket ehtiyatları 5-6 min, 7 min, amma indi hazırda onların növbəti istehsalı, təkrar istehsalı da ciddi problemlər ortaya qoyacaq. Həmçinin tükənməz deyil ki, PUA-larla da bağlı, həmçinin raketləri atmış qurğuların da sıradan çıxarılması var. Bir də Sepah bilirsiniz ki, informasiya, psixoloji cəhətdən bu açıqlamaları verə bilər. Məsələn, müharibənin ilk günlərində 100 raket atırdı, sonra düşdü 30-40, indi 12-13 raket atır. Hipersonik raketləri var, indi ondan 20 dənə və yaxud 100 dənə atdama, bu da məsələn həll eləmir. Amerika Birləşmiş Ştatları və İsrail bu məsələdə dayanıqlıdır hesab edirəm. Düşünürəm ki, əgər Amerika Birləşmiş Ştatları bu müharibəyə giribsə, buradan indiki vəziyyətdə çıxarsa, bu region dövlətləri və xalqı üçün çox ciddi problemləri gətirir. Məsələn? İran bir mənalı şəkildə qalib olacaq bu məsələdə. Məsələn, nə problemlər yarada bilər? İran təbii ki, Körfəz ölkələrinə, həmçinin Ərəb ölkələrinə təzyiqlər edir. Elə Azərbaycana da təzyiqlər edir. Deyir ki, regionun artıq yiyəsi mənəm. Mənimlə hesablaşmalısınız, Amerika kimi super gücü regiondan vurub göndərdim. Hətta Körfəz ölkələrində də deyəcək ki, nə oldu, indiyə kimi sizin təhlükəsizliyini Amerika qoruyurdu, amma Amerika öz hərbi bazalarını qoruya bilmədi. Yəni, bu məsələ də var. Çox belə maraqlı bir prosesdir. Amerika indiyə kimi Körfəz ölkələri, Səudiyyə Ərəbistanı, Amerika milyardlarla dollar veriblər, silahlar aldılar, hərbi bazalar qurublar. Bunlar havadan müdafiə sistemləri İran raketlərini tuta bilmir. Çox ciddidir və Körfəz ölkələrinin də bundan sonra Amerikaya artıq etimadı olmayacaq. Artıq yaxın şərqdə yeni geosiyasi nizam formalaşır və Amerika Birləşmiş Ştatları regionu nəzarətə götürməyə çalışır ərəb ölkələri, amma ərəb ölkələri artıq etimad eləməyəcək Amerika Birləşmiş Ştatlarına. Yəni proses də bundan ibarət. Etimad etməyib nə edəcək? Yaxşı. Alternativləri varmı? Alternativlər də yoxdur. Onsuz İran sıradan çıxır. Da Amerika ilə o kifayət qədər
Trumpın tələbi ilə milyarlarla, 100 milyarlar dollar silah müqaviləsinə imza atmayacaqlar. Ərəb ölkələri Aydındır, amma bütün hallarda çətir təhlükəsizlik çətiri lazımdır. Təhlükəsizlik çətiri lazımdır. Amma təhlükəsizlik çətiri də bir fayda verməlidir. Başa düşdüm. Ona görə deyirəm ki, nə edəcəklər? Hansı çətirin altına girəcəklər? Tutaq ki, Səudiyyə Ərəbistanı hardasa Pakistanla nəyisə razılaşa bilər. Kimsə onlardan Çinlə razılaşa bilərmi? Amma bilirsiniz, İrana müdaxilə təhsilə Çin halqasını daraltmaqda, Çin, Rusiya, İran halqasını daraltmaqdır. Amma Pakistanla Səudiyyə Ərəbistanı arasında da bilirsiniz ki, razılaşma var. Nüvə çətiri, Pakistan bu istiqamətdə siyasət həyata keçirir. Həmçə Pakistan, Səudiyyə Ərəbistan, Misir və Türkiyə bunlar da regionda bir blok qurmaq istəyir. Aydındır. Mən başqa şeyi soruşam, Məhəmməd müəllim. Digər Körfəz ölkələri Amerikadan heç bir fayda görmədilər. Yəni, faktik olaraq Amerika onları qoruya bilmədi deyib də Çinlə hərbi əməkdaşlığa getmək istəyən ola bilərmi onların içində? Mən düşünürəm ki, ola bilər. Kim? Əgər Amerika elə götürə Bəhreyindir, Qətərdir, Səudiyyə Ərəbistanı özü olsun bu müstəvidə, İordaniya olsun. Amma yenə də deyirəm, Amerika Birləşmiş Ştatları təzyiqlər edəcək, çünki imkan verməyəcək gəlsin. Amma bu ölkələr təbii ki, bu müharibənin gedişindən asılı olacaq, İranla hansı nəticələrdən asılı olacaq proses. Amma mən düşünürəm ki, hazırda elə Körfəz ölkələrinin liderləri Çinlə, Pakistanla daha çox hərbi və təhlükəsizlik əməkdaşlığına getmək istəyəcəklər. Maraqlıdır. Mən niyə bunu detallı sizdən soruşurdum? Çünki sıra gündə, dünəndə biz Körfəz ölkələrinin rəsmi şəxslərinin, bu istər Xarici İşlər Nazirinin müavini səviyyəsində, istər digər kiminsə hansısa bir qurumun sözçüsü səviyyəsində bu Bəhreynlə bu səsləndi, Omandan bu səsləndi, Qətərdən bu səsləndi, Səudiyyədən bu səsləndi, Əl-Cəziriyyə və digər kanallara verilən müsahibələr və yaxud da mətbuata verilən açıqlamalardan bəlli oldu ki, onlar çox ciddi, məyus olublar. Bax, bu havadan hücum müdafiə sisteminin qurulmasında olan boşluqlar və yaxud da nəzərə alınmayan situasiya ilə bağlı və bu yenidən məsələlərə baxmaq kimi niyyətləri olduğunu deyirlər. Birləşmiş Ərəb Əmirliklərindən başqa, faktik olaraq Birləşmiş Ərəb Əmirlikləri bununla bağlı hələ heç bir açıqlama verməyib. Bir məlumat daxil oldu ki, güya Birləşmiş Ərəb Əmirlikləri açıq savaşa girir, amma sonradan dərhal Müdafiə Nazirliyi bunu təqzib etdi. Aydındır.